Bu gün araşdıracağımız mövzu qrup anaqramdır. Qrup anaqrams kifayət qədər ciddi misaldır, medium level. Daha çox Amazonda düşən texniki intervyu sualıdır. Və bu misalı da həll eləyəndə kifayət qədər ciddi nöqtələr tapdım. Kifayət qədər fərqli yanaşmalar tapdım. Və qabaqcadan deyim ki, LeetCode-da ən yaxşı nəticə almış həll riyazi cəhətdən ən yaxşı sayılmır. Sadəcə qurulma test case'lər elədir ki, bunun belə deyim, time və space kompleksinin qəlizliyini göstərə bilmir lazımi səviyyədə. Birinci göstərəcəm misal nədən ibarətdir, şərti nədir və sonra isə müxtəlif yanaşma növlərin diskussiya edəcəyik və ən populyar yanaşma metodu hansı ki LeetCode-da çox tətbiq olunub və hansı ki ona qarşıyam, onu ən yaxşı saymıram, ən yaxşı skor yığırım, nəyə görə, limiti nədir və ondan yaxşı həll nə ola bilər. Gəlin başlayaq. Bu LeetCode-da arrays and hashing bölməsində qrup anaqrams misalıdır və burada araşdıranda groups anagrams. Sadəcə bir array verilib, string array. İçində it, t, tan, ate, not, bad bu sözlər var. Ümid edirəm ki, bu anagram misalını bundan qabaq araşdırmısınız. Araşdırmamısınızsa o bir misal barədə ayrıca seriyamı çəkib təqdim eləmişəm. Onunla maraqlana bilərsiniz. Bu misalın isə fərqi ondadır ki, burada anagram sözləri bir yerdə qruplaşdırmaqdır. Məsələn, tutaq ki, it və t. Məsələn, bu simvolların yerini dəyişsəm, itdən t ala bilərəm. Tandan t və yaxud da it ala bilmərəm. Tandan, məsələn, not ala bilərəm. Ate, yəni o da bu anagram qrupuna aiddir, it və t. Və biz baxsaq, məsələn, tutaq ki, bətə heç nə aid deyil. Bəti dəyişməklə bu siyahıda başqa söz ala bilmirik. Ona görə də bət ayrıca bir konteynerdə olacaq. Not və tan fikir verin. Tanı nata dəyişə bilirəm, natı da tana dəyişə bilirəm. Ate, it, t. Bunlar eyni qrupdadır. Yəni, misalın şərti sadədir. Bizə vektor verilib, string vektoru, string array'i və onun içində müxtəlif sözlər var. Və bəzi sözləri dəyişməklə hərflərin yerin biz eyni sözü ala bilərik. Əgər onu ala biliriksə, o eyni sözləri ayrıca konteynerdə qruplaşdırmalıyıq. Misal budur. Limitlər nədir? Ona da baxaq. Ümumi neçə dənə söz ola bilər bizdə? 10 qüvvətdə 4. 10.000 dənə söz ola bilər və hər sözün uzunluğu da 100 əcən ola bilər. Bu kritik nöqtədir. Nəyə görə bu optimallıqda LeetCode-un test case'ləri verir ki, riyazi olaraq ən optimal olmayan həll 100% nəticə yığsın. Ən əsas nöqtəsi də buradadır. Ona sonradan toxunacağam. Mən nə həlli verərdim? Adətən populyar həll necədir? Sorting metoduna eləyirlər bunu. Sıralamanan. Məsələn, tutaq ki, bizdə it var, ate var və tutaq ki, t var. Bir də ki, bad var, bad sözü. Bu siyahı bizə verilib. Keçirlər bir-bir bu stringin üstündən. Bunlar fərqli uzunluqda da ola bilər. Mütləq deyil ki, 3 hərfli olsun. Sadəcə nümunə verilən bu idi. Məsələn, bunları əlifba sırasına sort edirlər. It-i məsələn A, I, T. Ate məsələn A, I, T. T məsələn A, I, T. Bət isə A, B, T. Belə əlifba sırasından sort edirlər, sıralayırlar. Və sonra nə edirlər? Sonra yoxlayırlar ki, bunlar bir-birinə tamamilə bərabərdirmi? Bunlar üçü də bir-birinə bərabərdir. Çünki anagram olmağını belə də yoxlaya bilərik. Və bunları atırlar bir dənə konteyner içinə. ABT bunlara bərabər deyil. Ona görə də ABT ayrı konteynerimizdə olacaq. Yanaşma budur. LeetCode-da best score, ən yaxşı skor yığan solutionların kodlarına baxmışam. Demək olar, hamısı sortdur. Sort metodu. Və hansı ki ona tam da razı deyiləm. Bu çox kifayət qədər mənim üçün qeyri-optimal həldir.
Nəyə görə? Gəlin analiz edək. Məsələn, tutaq ki, bizdə ümumi array simvolu verilib. Hərəsi də alt stringlərdən ibarətdir. Məsələn, tutaq ki, bayaq buna qayıdaq. Hərəsinin də öz uzunluğu var. Bütün simvolların sayını toplasam, deyim ki, bu n-dir. Arrayın bütün ölçüsünü toplasam, bunu artıq bağlayayım, buna ehtiyac yoxdur. Description. Fikir verin, bu bütün simvolların ölçüsünü n adlandırıram. Və hər belə deyim, və bunun da altında alt stringlər var. Düzdürmü? String 1, string 2. Ona görə də mən bunu S1 adlandırıram, S2 adlandırıram, S3 adlandırıram və S4 adlandırıram. Və hər stringin uzunluğunu toplasam, S1, bunu biraz böyüdə bilərəm. S1'in uzunluğunu toplasam, yəni neçə dənə simvoldur. S2'nin uzunluğunu toplasam, üstə gəlsin S3 və üstə gəlsin S4. Bu eləyəcək bizdə uzunluğu n, neçə dənə simvol var. Və hər s-in də öz uzunluğu ola bilər ortalama, düzdürmü? Məsələn, bu string, məsələn, 10 dənə simvoldan ibarət ola bilər. Bu 3 dənə, bu 1 dənə, bu məsələn tutaq ki 4 dənə. Onda toplamda neçə olacaq? 5, 13, 23. Yəni n bizdə 23 olacaq. Ona görə də mən bu riyazi olaraq belə yaza bilərəm. Tutaq ki bizdə ümumi n dənə simvol var və ümumi m dənə də string var. Yəni sözlər var. Düzdürmü? Strings. Belə yazım. O deməkdir ki, mən olan hamısını toplasam bir yerə, bütün stringlərin ölçüsün birdən başlayır, ay eməcən gedir və indiki stringin ayı eməcən gedənəcən bütün uzunluğunu toplasam bizdə n alınır. Yəni riyazi olaraq belə yazıram. Və mən zənn eləsəm ki, bunların hamısını sort eləyəcəm. Sort metodunu tətbiq eləyəcəm və zənn eləsəm ki, ən optimal sort alqoritmi, quick sort olsun, merge sort olsun, yəni daha çox istifadə olunan sort alqoritmlərdir bunlar. Ortalama onsuz da n vurulsun log n 2 əsasda vaxt alır. N də burada stringin ölçüsü, bizim halda bu s-in ölçüsü olacaq. Məsələn, tutaq ki, S1 10 dənə simvoldan ibarətsə, bu simvolu, bu stringi sort eləmək bizdə nə olacaq? 10 vurulsun log 2 əsasda 10. Tutaq ki, 8 götürək, 8'dir. 8 vurulsun log 2 əsasda 8. Bu da 8 vurulsun 3 eləyəcək. Belə, 24 dənə əlavə hesablama gedəcək. Uzunluğu 8 olsa da. Və bu hər bir stringə tətbiq eləyəcək və bir-birlərlə bərabərdirsə eyni qrupa anagram sahib yığacaq. Yəni ümumi metodologiya belədir. LeetCode-da best skorlar belə tətbiq olunub bu misala aid. Bunun da ciddi problemi var. Ümumi bunun kompleksini analiz edəsək və ortalama desəm ki, bunu necə baxa bilərik üzdən? Mən deyirəm ki, ortalama istənilən ayıncı ay deyilən string üçün ortalama uzunluq, məsələn burada uzunluğun limiti verilib də onsuz da 0-dan 100-əcəndir, düzdürmü? Ortalama uzunluq deyim ki k qədərdir, düzdürmü? Yəni tutaq ki birinin uzunluğu 15'dir, o birisinin uzunluğu 20'dir, digərinin uzunluğu 15'dir, digərinin 10'dur və toplayıb ortalama deyək ki, tutaq ki ortalama uzunluq k-dır. Və ortalama uzunluq k-dırsa, m dənə string varsa, yəni ümumi sözlərin sayı, belə deyim, sözlərin sayı m deyirəm, ümumi stringlərin sayı n deyirəm və ortalama sözün uzunluğun k deyirəm. Və hər sözü də sort eləmək k
vurulsun. Log 2 əsasda k qədər vaxt alır. Və ümumi də neçə dənə string var bizdə? M dənə. Və bu da vururam M-ə. Ümumi kompleksli minimum bu olacaq. Və kifayət qədər də optimal deyil. Çünki bu k ortalama uzunluq 100-dən yuxarı olsaydı və yaxud əksəriyyəti 100 olsaydı, bizdə kifayət qədər pis performans göstərəcəkdi. Bu heç də yaxşı nəticə deyil. Amma bizim verəcəyimiz həll yolu bundan dəfələrcə yaxşıdır. Burada sort eləməyə ehtiyac olmur. Sort alphabetical orderdə sort eləyir. Hash maplə, frequency map deyərdim ona. Və o da konstant 26 vaxt alır. 26 əməliyyat hər stringi sort əməliyyat. Stringin verilən sözün uzunluğundan asılı olmadan 26 maksimum. O getdikcə daha aydın olacaq sizə. Nəyə görə elədir? Və bizdəki kimi parametrik olmayacaq. Stringə görə sorting algoritmin vaxtı dəyişməyəcək. Sadəcə constant time 26 əməliyyat olacaq əlavə. Nəyə görə 26? Onu da izah edəcəm. Belə, hər biri ortalama k log k qədər vaxt alır. Ümumi m dənə string varsa vurulsun m olacaq. M dənə stringin olması nə deməkdir? N bölünsün m təxmini ortalama k uzunluq edəcək. Yəni bir-birindən belə asılıdır. Bunları biraz da qurdalayıb özünüz yoxlaya bilərsiniz aralarındakı aslılığı. Davam edək yanaşmamıza. Yanaşma nədir? Məsələn, burada bir dənə nümunə qoymuşam. It, tan, t, ate, not, bad. Birincisi, burada ancaq sözlərdən gedir söhbət. Sözlərdə də A-dan Z-yəcən simvol var. A-dan Z-yə də ingilis dili əlifbasında 26 simvol deməkdir. Mən bunu daha sort tətbiq eləmədən daha yaxşı sort eləyib bir-birinə anagram olub olmamağını yoxlaya bilərəm. Məsələn, necə? Tutaq ki, bizdə alfabet array var. Hansı ki 26 dənə simvol saxlaya bilir və hansı ki hamısı sıfırdan başlayır. Integerdir. Integer arraydir. Və mən it sözün üstündən keçəndə i-nin məsələn integer ekvivalenti 0, 1, 2, 3, 4-dür. Ona görə də 4-cü dəyərin 1 plus çoxaldıram. A məsələn 0-cı indeksdə olur ASCII table-na görə. Bu ASCII table-dan gələn bir şeydir. ASCII table. Çünki ASCII table-a görə hər bir simvolun öz tam ədəd ID-si var. Məsələn, burada baxa bilərik. Məsələn, A 65-dən başlayır, B 66 və fikir verin haracan gedir, Z-yəcən gedir 90-acan. Və hesablasaq, bizdə 26 dənə simvol eləyir. Və mən B-dən 65 çıxsam və yaxud istəyənə, məsələn, Z-dən 65 çıxsam, yerdə 25 qalır. Sadəcə belə. Yəni, ASCII table-na görə konvertasiya edirik. Bu xüsusiyyəti bilmək vacibdir. Məsələn, it sözünə hansı array bizdə ekvivalent olur? 1, 3 dənə 0, 1, sonra nə qədərsə 0 və 1. T bizdə neçəyə düşür? Bizdə axırdan birinciyə düşür. Və bu array-i mən, bu simvolu, tutaq ki, bunu hashləyirəm, buna unikal bir dənə ID deyirəm, əlavə, 37. Sonra neyəm? Tan sözü bizim alfabet array-də bu şəkildə olacaq. T bu şəkildə olacaq. Fikir verin, T və it eynidir deyənə. Bunların alfabet stringi də eyni olacaq. Tamamilə identik olacaq. Not fərqli olacaq. Bad fərqli olacaq. Fikir verin. 1, nə qədərsə 0, axırda da 1. Və bunlar fərqli olacaq deyənə hərəsi. Bunlara unikal ID mən mənimsətsəm, buna
hash deyirlər də, hash function. Hansı ki bilməlisiniz onu bu misalı başa düşmək üçün. Tutaq ki buna 37 dəyər verilir, tan fərqlidir, buna 11 dəyər verilir, t eynidir, ona görə də buna 37 verilir, eight də eynidir, ona görə də buna 37 verilir, not ayrıdır 11 verilir və bet ayrıdır 94 verilir. Misal üçün. Və bunlara ayrı ID verildikcə o hash mapimizdə yoxdursa, burada hash map artıq bizim köməyimizə çatacaq bir data struktur kimi. Mən deyirəm ki 37-ni 0-cı indeksdən saxla. Məsələn key map, key value. Key olacaq bizim hash value stringə görə. Dəyəri də olacaq konteynerimizin hansı indeksinə onu əlavə edək. Sadəcə belə. Məsələn, bu konteyner, bu ümumi konteynerin içində 0-cı indeksdədir. Bu 2-ci indeksdədir, bu 3-cü indeksdə. Biz təkcə onları qruplaşdırmaqdan əlavə, biz onları indeksə görə qruplaşdırmalıyıq. Biz ümumi konteynerimizə hansı indeksdən onları əlavə etməliyik. Məsələn, burada nəyə görəcək? 37.0, 37.0 və 11.1. Məsələn, biz yeni bir anagram qrup tapdıqda bir dənə sözdə ola bilər. Onu birinci indeksindən 11.1 saxlayırıq. T-ni eynidir, 37. Ona görə də hash mapimiz dəyişmir. 8 eynidir, hash mapimiz dəyişmir. Not eynidir, hash mapimiz dəyişmir. Not bizdə onsuz da 11 eləyəcək, o da düşəcək bura. Tan bizdə 11 eləyəcək, o da düşəcək bura. Və bet də axırda yeni bir sözdür. Çünki buna 94 verilir və 94 bizim bu hash map sıramızda yoxdur. Ona görə də 94'ü əlavə eləyirəm ikinci indeksdən 0, 1, 2. Çünki mən beti əlavə eləyəndə bu artıq ikinci indeksdə olacaq 0, 1, 2. Yəni ikinci indeksdə olan konteyner yaradıb əlavə etməliyəm. Məsələn, tutaq ki, tanla not bura necə gəlib düşür? Gəlin baxaq. Lap əvvəldən baxaq. Ümumiyyətlə bu necə formalaşır? It yenidir, əlavə edirik hash mapimizə 0-cı indeksdə. Deməli 0-cı konteynerə it-i əlavə edirəm. O belə-belə formalaşacaq. Bunları silim hələ ki. Bu şəkildə olacaq artıq burada. İkinciyə çatanda tan ayrıdır. Birinci indeksdə tan yaradıram. Yəni 2 dənə qrupumuz var. Hər qrupda bir dənə söz var hələ ki. Sonra t gəlir. T 37-dir. Rast gəlib 37 hansı indeksdə? 0-cı indeksdədir. Deməli onu bu it olan yerə əlavə edirəm. T daha doğrusu. Sonra 8 gələcək. O da 37-dir. 37 də 0-cı indeksdədir. Nə görə onu bura əlavə edirəm? 8 sözün. Sonra not gəlir. Not 11-dədir. Ona görə onu bura əlavə edirəm. Not. Sonra bet gəlir. Bet tamamilə ayrıdır. Hash map'ə əlavə olunursa burada yeni konteyner ikinci indeksdə olan əlavə edib beti də bura daxil edirik. Belə biz anagram sözləri eyni yerə qruplaşdırdıq. Suallar qala bilər, detallı. İzə artıq kodu yazanda başa düşəcəyiz tam. Amma ümumi yanaşma budur. Və bir də qeyd edeyim ki, burada şərtdə yazılıb ki, sözləri hansı ardıcıllıqda, yəni bet gələ bilər, sonra bu qrup gələ bilər, sonra bu qrup və yaxud birinci bu qrup sonra. Bu, yəni sıralaması fərq eləmir. Əsas odur ki, düzgün alt konteynerlərdə anagram sözləri qruplaşdırıb ümumi konteyneri qaytaraq. Belə. Məsələn, başqa bir nümunə deyək. Tutaq ki, 2 dənə belə bir test case'imiz var. A nə qədərsə B, nə qədərsə A və B. Uzunluqları eynidir. Məsələn, buna heç A B-dən olur burada. Düzdürmü? Birincisini çoxaldıq. B də burada 11 dənədir. B isə indeksi birinci indeksə düşür və birinci indeksin dəyərini də 11-əcən çoxaldırıq. Çünki ümumidə 11 dənə B var. Və ABB-ni biz hashləsək, çünki burada hashləmə metodunda fikirləşməliyik artıq. Bunlara nətər unikal hash verək. Məsələn, 0-cı indeksdə olan 1-dir. Birinci indeksdə olan dəyəri 11-dir. ABB-yə bu unikal hash value.
heşlənmiş dəyər mənimsənilir. Sonra burada əksidir. A 11 dənədir, B 1 dənədir. Ona görə 0-cı indeksdə olan A 11 dənədir, 1-ci indeksdə olan B 1 dənədir. Və bunlar da bir-birindən fərqlidir. Hərəsinin unikal ID-sini verə bilirik. Burada göstərdirdim, 37-dir. Bunlar nümunə kimi sadə olsun deyəni göstərdim, amma reallıqda biz hashmapdə hashi belə hashləyib verəcəyik və ona görə də yığıb qruplaya biləcəyik. Okey. Gəlin bunu yavaş-yavaş implement eləyək. Fikir verirsiniz, mən sort eləmədim heç nə. Mən iki dənə informasiyadan burada faydalandım. Bir, burada sözlər ancaq İngilis dilində olan əlifbadan ibarətdir. Olan ümumi sayı 26-dır. Nəyə görə mən bunlara adi rəqəmlər kimi sort edeyim? N-login sort metodundan istifadə edeyim. Əgər mən birbaşa alfabetdən istifadə edib bunun üstünə bir dəfə keçməklə n operasiyaya, yəni stringin uzunluğu qədər operasiyaya mən artıq onu düzgün sort edib və düzgün hash ID də verə bilərəm ki, sonra onu istədiyim kimi hashmapdə tətbiq edə bilim. Hansı ki, sonradan bizə imkan yaradır ki, onu ümumi konteynerdə düzgün qruplaşdıra bilim, anagram sözləri. Əslində çox elegant bir yanaşmadır. It-lə T çox fərqli görünür, amma it-in də hash alfabeti və T-nin də hash alfabeti qaçılmaz olaraq tam identik olacaq. İdentik olacaq deyənə bu alfabet arrayı, onu biz necəsə hashləsək, ikisində də tutaq ki 37 olacaq. Bu halda biz belə hashləyəcəyik. Hərəsinə belə bir string verəcəyik. Yanaşma budur. Gəlin bunun implement eləyək. Deməli, strings array verilir. Nə gözlənilir burada? Burada vector of vector strings gözlənilir. Funksiya qaytarmalıdır. Gəlin edək. Vektor konteynerimizi təyin edirik. Ümumi konteynerimizi, hansı ki qruplaşmış anaqramları yığacağıq və bunun da adını groups qoyun. Sonra nə? Hashmapimiz nədən ibarət olacaq? Hashmapimiz əsas bizdə hashmap deyəndə hələ üstəlik unordered olacaq bizdə. Why unordered map qoymuşam bura? Çünki bunların sıralaması bizə aidiyyatı yoxdur və bunların sıralaması olsaydı, yenə də daxildə C++ və yaxud başqa proqramlaşdırma dili bu binary tree ilə sort eləməyə çalışacaqdı, amma bizim də ona ehtiyacımız yoxdur. Bizə daha çox hash map lazımdır. Unordered hash map lazımdır. Nəinki sadəcə hash map. Unordered olmağa əlavə sıralamaya vaxt itirməyəcək proqramımız daxildə. O da bizim optimallığımızı və effektliyimizi çoxaldacaq. Okey, davam edirəm. Unordered map. Bunun hashi burada biz belə hash deyəcəyik. Burada mən string eləyəcəm. String və buna məxsus olan dəyər isə burası daxil olması indeks rəqəmi olacaq və onun da limiti nədir? 10.000 olsun, tutaq ki 10.000 dənə fərqli söz olsun və yaxud 1000 dənə fərqli söz olsun. Yəni çox da böyük integer eləyən deyil, ona görə short qoyuram bura. Short integer olsun, 4 byte yox 2 byte yer tutsun və bunun da adını qoyum umap. Belə. Sonra nə edərdim? Sonra nəyə ehtiyacımız var? Unordered map string short umap. Hələ ki davam eləyək. İndi mən nə etməliyəm? Mən keçməliyəm stringlərin üstündən constant auto current string ampersand, yəni kopyalamasın stackdə. Hələ olduğu kimi buradan götürsün stringi. From our str strings belə gedərdim. Yəni ki C++-i bilmirsə buna görə narahat olmayın. Onsuz da JavaScript-də
Java'da sadəcə eyni iterasiyanı eləyəcəyik. Bu C++-ə məxsus olan detallarda hansı ki fikir verməyə bilərsiniz. Sonra nə edəcəkdim? Okay. Frequency map alfabetimizi formalaşdırmalıydıq. Bu da short edəcəm. Short. Çünki limitə görə burada 100 uzunluqda ola bilər. Əgər 100 dənə A varsa maksimum A 100 olacaq. Və short alfabet array'imiz bəsdir bizə. Hansı ki 26 dənə element ola bilər. Hamısı qoy sıfırdan başlasın. İndi nə edirəm? Həmən stringi götürürəm. Tutaq ki biz hal-hazırda haradaydı o? Hal-hazırda tutaq ki biz bunun üstündən bir-bir gedirik. Birinci cycle'ımız sadəcə söz və söz gedəcək. İkinci alt cycle'ımız hər sözün əlif simvolundan gedəcək, əlifbasından gedəcək və getdikcə onun nəyin formalaşdırmalıyıq? Unikal alfabet frequency map. Buna frequency deyim. Frek daha qısa yazım. Frequency map. For burada yazım. Build frequency map. Char constant. Char current karakter bizim indiki current stringimizdən və frequency map hansı ki bizim current karakter oradadır. Onu ASCII table'a görə ID-sini verirəm belə bir triklə. Bu əvvəlki tutoriallarımda göstərmişdim. Detallı maraqlana bilərsiniz. A 65 çıxıram bundan. C-dən 65 çıxanda buna hansı olacaq? 2. Deməli bu ABC həqiqətən də indeksə görə ikinci indeksdə olacaq. Və onu da çoxaldıram. Belə. Build frequency map. Bunu build elədik. İkinci etap nədir? Frequency map'ə görə üstündən keçirik. Unikal hash açarımızı yaradırıq. İdentifikatorumuzu yaradırıq. Yaradaq. Build hash unique hash value. Belə komment yazın. For int I bərabərdir 0 I kiçikdir 26-dan array'ın üstündən keçirik bunun frekvensinin və ona görə hash map'imizi yaradırıq və burada qoyum string bizim indiki hash'imiz hansı ki hələ qurulmayıb. Bu iterasiyana onu quracağıq. Hash assign plus deməli biz nə edirik? Birinci indeksi sonra 2 nöqtə, sonra isə indeksə məxsus olan dəyəri. Məsələn, bu halda bizdə 0, 1, 1, 11 olacaq. Bu halda isə 0, 11, 1, 1 olacaq. Ona görə mən toString, stringə çevirirəm indiki rəqəmi. I üstə gəlsin 2 nöqtə, üstə gəlsin toString. toString bizim frekvensidə ikinci indeksdə olan dəyəri. Məsələn, tutaq ki, bax burada məsələn, ya da burada, belə, frekvensi I, biz hashimizi qurduq, hashimiz hazırdır. Hashimiz hazırsa deməli, indi hash map'i qurmaq vaxtıdır. Hash map'i də necə quracağıq? Əgər bu 37 varsa bizdə, bunun yerinə 37 deyirəm, sadə baxmaq üçün. Və 37 hash map'imizdə yoxsa, onu daxil edək hash map'imizə və eyni anda da onu daxil edək birinci element kimi konteynerimizə, ümumi konteynerimizə. Yəni, proses belə getməlidir. Ona görə mən nə edirəm? If əgər u map'imdə count count hash yoxdursa, yəni bu yoxdursa, mənim hash map'imdə onu bura daxil etməliyəm.
count əgər varsa count sıfırdan böyük olacaq. Bizə isə olmayan кейsi maraqlıdır. Olmayanda birinci elementimizi nətər əlavə edək. Okey. UMap'imizdə yoxdur. Deməli UMap'imizə hash elementində olan və onun sayızını əlavə eləməliyəm 0. 0 nədir? Yəni qrupumuzun indiki sayızı, düzdürmü? Qrupumuzda da heç nə yoxdur, ona görə də 0 olacaq. Elə groups size mənim seçsəm 0 olacaq burada. Və sonra nə etməliyəm? Bunu düz yazım. Groups. Sonra da bu qrupa əlavə etməliyəm. Deməli, unordered map'im formalaşıb 37.0-la. Deməli, iti mən 37-ci hash value'sundan götürüb 0-cı konteyneri yaradıb daxil etməliyəm. Birinci etapdırsa. Deməli, groups pushback heç hash map'ə görə daxil etməyə ehtiyac yoxdur. Çünki biz birinci dəfə daxil edirik. Eybi yox, birinci boş konteynerimizi daxil edək. Əgər varsa artıq, çünki burada daxil eləmişik deyənə bu altdakı case'də işləyəcək. Əgər varsa artıq, mən nə edirəm? Groups UMap'in hash elementində olan indeksin götürürəm. Hansı ki 0'dır və o 0'a da indiki stringimi daxil edirəm. Pushback. İndiki stringim də burada s'dir. Belə. Yəni şərt belə olacaq və bu kifayət edəcək ki bizə məntiqlə əgər bir sintaksis səhvimiz yoxdursa test case'lərdən keçsin. Return groups. Run edib baxaq. Pushback. Burada sintaksis səhv. Nəsə şikayət edir. It not bad not nəsə deyir, düz deyil. To string group size bu daxil nədir? Hash frequency I. Burada mən bu frequency map'i indiki stringə görə formalaşdırıram. Burada. Yəni it üçün bu olur. Amma sonra bunu sıfırlamıram deyənə tan gələndə bunun üstündən yazanda təmiz tana aid bir şey alınmır. Ona görə də bu da sıfırlamalıyam. Ona görə də burada frequency, yəni keçdikcə hashimi formalaşdıqca hashimi necə formalaşdıram? Bir üstündən keçdikcə və bir üstündən də keçəndə qoy bunu sıfırlayım, növbəti string üçün növbəti stringə qalsın. Ona görə də indiki ayıncı elementə 0 mənimsədirəm. Submit eləyək, məncə axırıncı səhv bu idi. 5%. Niyə submit eləyək? %5. Çox maraqlıdır. Niyə belə az nəticə verir? Düzdürmü? Onu da bayaqları demişdim sizə. Riyazi olaraq bu daha optimal olsa da sorting metodundan. Məsələn, burada sort begin, sort end array sort eləyir, amma o riyazi olaraq analiz edir ki, kifayət qədər qeyri-optimal həll yoludur. Sadəcə bu misala aid test case'lər elə qurulub ki, onun limitinə çatdıra bilmirik. Belə. Nəyə deyəcəkdim?
Okey, nəzəri olaraq bu daha yaxşı həldir riyazi olaraq. Amma çox pis nəticə yığır 5%. Nə edə bilərik? İndi sizə nə göstərəcəm. Necə burada kod optimallığı eləyə bilərik ki, həm praktiki tərəfdən ən optimal həll olsun, həm də ki, nəzəri tərəfdən onsuz da ən optimaldır. Mən burada qeyri-adi bir şey eləyən deyirəm. Theoretical solution comparing with the sort method. Bu discuss elədim. Bu nəzəri həllidir, sadə yanaşma. İndi gəlirəm biraz daha kompleks yanaşmaya, hansı ki, onun kodunu burada yazmışdım. Nəyi deyəcəkdim? Burada əsas bunu praktiki cəhətdən yavaşladan nədir? Fikir verin, mən burada string. Elə burada görsətsəm daha yaxşı olar. Mən string hash build edirəm, düzdürmü? Və mən burada çoxlu string əməliyyatları eləyirəm hər iterasiyanın içində. Və praktiki cəhətdən də bu heap memory-də, background-da, arxa prosesdə bu həmişə yeni array yaradır. String nədir? Simbolik array-dir də. Dinamik array yaradır, sonra onu təzədən silir. Onu stack-dən silmək, onu heap-də allocate eləmək, deallocate eləmək hər dəfə praktik cəhətdən həqiqətən də belə deyim, computation'ı hesablamanı zəiflədir. Riyazi cəhətdən onu, riyazi tərəfdən onu analiz edəndə görməsək belə o detalı. Yəni, bu çox da effektiv HTML metodu deyil. Hər dəfə, təsəvvür edin, hər dəfə bu proses gedir hər stringə görə, yenidən yaradılır və s. və bu da bunu çox yavaşladır. Mən kodu təzədən sıfırdan yazan deyiləm, burada hazır qoymuşam. Biz nə edə bilərik? Biz öz unordered map'imizi yarada bilərik. Yəni unordered map'də belə bir xüsusiyyət var ki, məsələn, burada mən string short qoymuşum. String çox qeyri-optimaldır, onu bayaq dedim. Hər dəfə yaradıb deallocate, allocate eləmək background-da çox proses alır. Mən nə edə bilərəm? Mən unordered map'i stringsiz istifadə edə bilərəm öz hashlama metodundan, öz indeksasiya metodundan. Onun üçün də unordered map'də belə bir xüsusiyyət var. Mən hash char account qoyuram bura, yəni avtomatik unordered map background-da mənim hash metodumu istifadə edəcək və hash metodunda da toqquşma olmasın deyənə onu da mənim qoyduğum metod işləyəcək orada. Yəni unordered map daxildə mən dediyim riyazi və alqoritmik məntiqlə işləyəcək ki, prosesi daha çox sürətləndirəcək. Sadəcə burada, məsələn, əvvəlki kimi string və integer qoymağa ehtiyac olmadan daha effektiv. Biraz vaxt itirdim üstündə, çünki C++-ün dərinliklərinə gedir və burada C++-ün əsl gücünü görəcəksiniz. Deməli, char count nədir? Mən string yerinə sadəcə mənim character counterim var. Structure yaradıram. Char count. Short frequency 26. Bildiyiniz eyni bir şeydir. Sonra burada neyim? Integer bildiyimiz o indeksasiya tərəfi idi ki, məsələn, hansı hash value, hansı indeksi verək ki, onu düzgün qrupumuza daxil edə bilək. Və burada gördüyünüz indekslərdir. Sıfırdan, məsələn, 100-ə can ola bilər, belə deyim. Netcode-da verilən limitlərə görə. Sonra da collision check. Collision check nədir? Məsələn, bir string, iki dənə fərqli string eyni hash verirsə, biz əlavə olaraq yoxlamalıyıq ki, hash collision var, yoxsa yox. Hash collision nədir? Terminlərdə çox işlədə bilərsiniz, amma kriptografiyadan öyrənəndə o vaxtı hash collision da riyazi bir şeydir. Məsələn, tutaq ki, mənim ümumi dənə 3 dənə hash value verə bilərəm, düzdürmü? 1, 2, 3, hər söz üçün. Məsələn, 8, t, it, düzdürmü? Və bunların hərəsinə bir dənə hash value verirəm. Necəsə bunları belə deyim, kodlaşdırıram, hərəsinə bir dənə integer value verirəm, düzdürmü? Və bu sözlərin sayı 3-dürsə, hash və dəyərlərin sayı da 3-dürsə, burada collision olmayacaq. Çünki hərəsi üçün bir dənə ID tapa bilirik.
Amma collision nə vaxt olacaq? Məsələn, mən EET yazıram, düzdürmü? Buna da bir dəyər verməlidir də. Üçündən birinə verməlidir. Tutaq ki, buna. Artıq burada toqquşma var. Yəni collision toqquşma deməkdir. Buna hash collision deyirlər. Hashlənən vaxtı bir collision ola bilər. Və mən də bilmirəm nə qədər söz verilir, hansı kombinasiyada sözlər verilir, hərəsinə hansı ID-lər mənimsənilə bilər. Və bəzi yerlərdə o ID-lər toqquşa bilər hash value-larla. Və orada da test case-dən keçməyə bilər. Onun üçün də collision check edirəm. Əgər hashləri üst-üstə düşürsə, mən deyirəm ki, it-lə it hash value-su 3-dür ikisində, düzdürmü? Əgər ikisinin də 3-dürsə, o halda əlavə yoxlanış edirəm. Bunlar ikisi bir-birinə bərabərdir, yoxsa yox. Bərabər deyilsə, ona aid prosedur edirəm. Bərabərdirsə, ona aid prosedur edirəm. Və onu da yoxlayan məndə collision check yaratdığım structure olacaq. Və bunlar necə işləyir, onu da göstərəcəm. Kodun, belə deyim, qaymaq hissəsi isə yəni dəyişməyib. Burada eyni frequency map'i qoyuruq. Burada frequency map'ə group size-la daxil edirik. Eyni məntiqdir. Bayaqki həldə gördüyünüz eyni məntiqdir, amma daha effektiv frequency map qurmaqla və daha effektiv hashləməklə və daha effektiv collision check eləməklə. Gəlin baxaq. Char count sisi, hansı ki bu mənim structure-ımdır. Burada qoyuram. Constant char si keçirəm həmən structure-ımdakı daxilində olan frequency map-i yaradıram. Sonra həmən frequency yaranan map-i mən unordered map-imdə axtarıram. Find. O find edəndə avtomatik mənim hash char count structure-ım işləyəcək. O structure-da hash-i necə yaradır? Gəlin baxaq. Hash char count operatoru var. Structure-ın içində də C++. Buna functor deyirlər. Adi functiondan daha çox fərqi ondadır ki, bunu çağırdıqca state-lər dəyişmir. C++-ə aid bir şeydir daha çox. Və burada hash value-mu yaradıram. Hash value-mu da burada çox belə əcaib, qəribə, belə deyim, hieroqliflər görürük. Həqiqətən də biraz çaşdırıcı bir şeydir, amma bu mən internetdən tapmışdım. Bu daha effektiv hashləmə metodudur. Həm collision az olsun, həm də ki daha sürətli, effektiv hashləsin. Bayaqki burada stringi formalaşdırdıq. Bu da background-da çox proses alırdı. Amma bu bitwise operasiyalarla, bit operasiyalarla daha tez hash metodumuzu alırıq və axırda da return hash value verir. Göndərilən string char count frequency mapimizə görə formalaşdırırıq. Ortada fikir verdi, string yoxdur, dinamik array yoxdur, bir şey yoxdur. Sadəcə static arrayimiz var, frequency fixed ölçüdə və onun üçün də çox sürətli riyazi üsulla biz hash value alırıq. Bu bir konstant əlavə eləyir. Bunun üçün short bir şey verir. Bu da bitwise 6 bit. O tərəfə oynadırıq 2 bit. Bu tərəfə oynadırıq ki, hash'in daha belə unpredictable olmasını garantiya, belə deyim, ehtimalını çoxaldırıq. O hash varsa collision check də işləyəcək. Collision check də nə edir? 2 dənə char count frequency-ni götürür və ikisinin də bir-birinə bərabər olub olmamağını yoxlayır. Bayaq dediyim hissə var idi. It-lə it 3-də toqquşubsa, hash value-ları eynidirsə, əlavə olaraq bunların bir-birinə bərabər olub olmamağını yoxlayan bizdə collision check yaratdığım structure-dır. Hansı ki A-la B-ni götürür, sadəcə ikisinin də üstündən keçir, hardasa uyğunsuzluq varsa return true və yaxud da ki false edir. Belə. Yanaşma eynidir. Sadəcə C++-in gücünü daha çox istifadə eləmişəm. Stringi hər dəfə yaradıb dinamik allocate, deallocate eləməkdən qaçmışam. Hash value-nu daha effektiv və collision resistant yaratmışam. Hansı ki unordered map-də o structure-larda açıq-aydın define eləmişəm ki, unordered map background-da özü biləcək ki, özü bildiyi kimi yox, mən yaratdığım structure-lara görə hash-i yaradıb onların bir-birinə bərabər olub olmamağını yoxlayacaq. Və bunu da submit eləyəndə və qeyd eləmişdim submissions'da.
Advanced Solution. Buna baxaq. Bu həmən dediyim kod implementasiyadır. Qeyri-adi bir şey yoxdur. Frequency map. Burada char count structure, hash char count structure, bir də equality check char count structure. Eyni şey edirəm, keçirəm, yoxlayıram və bu bizdə nə qədər skor almışdı? 93.87%. Yəni də submit edeyim. 100% almır bu. 100% almır. Yəni 80-dan yuxarı alır çox vaxtı. Daha çox vaxtı. İndi məsələn 98, 60, 67 verdi. Nəyə görə 100% vermir, onu yenə də izah eləyəcəm. Hələ bayaq dediyim kritikaya aid olan bir şeydir. Bunu nəzəri tərəfdən də, kod tərəfdən də optimal eləsəm də, LeetCode-un yenə də bu misala aid test case hər sözün uzunluğu balacadır deyənə, K log 2 əsasda K bizdə kifayət qədər böyük rəqəm vermir ki, bunun qeyri-optimal olmağını göstərə bilsin. Məsələn, burada daha belə deyim, 100 yox, məsələn 200, 500 uzunluqda ortalama sözlər olsaydı, məsələn it yerinə, t yerinə, onda artıq kifayət qədər biz bu sorting metoduna olan yanaşmada, hansı ki çox son tətbiq edib LeetCode-da, kifayət qədər performans zəifliyini hiss edəcəkdik. Kifayət qədər. Amma bu halda hiss eləmirik. Başqa qeyd eləyəsi nəyimsə var idi. Burada trade-off'larımı yazmışdım. Biz birinci yanaşmamızda belə işləyirdik. Lookup efficiency bu edge. İşte bunlar generate elədiyim kommentlərdir. Əgər kimə maraqlıdırsa mənim yaratdığım slaytlar hər kritik LeetCode probleminə aid mənə yaza bilərsiniz, qeyd edə bilərsiniz kommentdə. Mən sizə bunun linkini share edə bilərəm, hansı ki daha yaxşı oxuyub analiz edə bilərsiniz. Belə. 98% də pis deyil.